Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 37-ci paragraf. Bu mövzu kifayət qədər geniş olduğu üçün mən bunu iki hissədən ibarət danışacağam. Bir yarısını indi danışacağım, növbəti hissədə isə digər yarısını danışacağım. Deməli, 2018-ci ildə Ermənistanda dövlət sevgisi baş verdi. Hakimiyyətə Nikol Paşinyan hökuməti gəldi. O da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən danışıqlar üçün zaman istədi, vaxt istədi. Amma Azərbaycan vaxt istədi, amma Ermənistan Müdafiə Nazirliyi deməli yeni müharibə, yeni ərazilər şüarını səsləndirir. Sonra elə Paşinyan özü Şuşada and içmə mərasimi təşkil edir. Qarabağ Ermənistanda və nöqtə çıxışı artıq bu Ermənistanın əsl niyyətlərini xəbər verirdi, ortaya qoyurdu. İndi Tovuz döyüşləri, Tovuzdan başlayan qələbə, elə biz bunu belə deyirik, Tovuzdan başlayan qələbə deyirik. 2020-ci ilin iyulunda düşmən Tovuz ərazisində yerləşən yüksəklərə hücum etdi və deməli bu zaman Polad Həşimov, İlqar Mirzəyev, deməli onlar şəhid oldular. Bu hadisə həm Azərbaycan rəhbəri, ictimaiyyəti, həm də ki xalq tərəfindən böyük bir hiddətlə qarşılandı. Və döyüşlər zamanı şəhid olan hərbiçilərimiz elə Polad Həşimovla böyük bir izdihamla dəfn olundular. Amma Azərbaycan ordusunun uğurlu Tovuz döyüşləri elə bu 44 günlük müharibənin, qələbənin başlanğıcı oldu. Yenə deyirəm, Tovuzdan başlayan qələbə kimi deyirik biz buna. 44 günlük müharibə. Deməli, 2020-ci ilin sentyabrında deməli, düşmən cəbhə bu ərazilərə daha da fəallaşdı. Sentyabrın 27-sində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əmri ilə deməli, ordumuz əks hücuma keçdi və dəmir yumruq planı artıq həyata keçirilməyə başlayır. Ağdərə, Kəlbəcər, Füzuli, Cəbrayıl istiqamətində silahlı qüvvələrimiz artıq deməli, düşmənin qurduğu hansı ki bu zəfər xəttini yarır. 27 sentyabrda Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. Ali Baş Komandanın deməli Qarabağ Azərbaycandır şüarı artıq xalqın dilində dillər əzbərindən çevrilmişdi. İndi Qarabağ mövzusundan danışaq. Deməli, bu düşmən bu atəşkəs dövründən faydalanmışdı. Yəni 94-cü ildən bəri atəşkəs edildi bir şey protokolu ilə. Yararlanaraq bundan işğal etdikləri ərazilərdə, işğal etdikləri torpaqlarda özlərinin keçirilməsi hesab etdikləri müdafiə sədləri yaratmışdı. Deməli, hərbi hava qüvvələrimiz dünya hərb tarixində görünməmiş bir yenilik etdilər. Düşmənin deməli hava hücumunda müdafiə sistemini müəyyən etmək üçün, aşkara çıxarıb məhv etmək üçün əvvəlcə ucuz təyyarələri havaya buraxdılar. Bu təyyarələr əslində qalsa təsərrüfat təyinatlı təyyarələrdir. Amma mütəxəssislərimiz onu pilotsuz uçuş aparatına çevirə bilmişdi və bu təyyarələrdən yalançı hədəf kimi istifadə edirdilər. Deməli, pilotlar bu təyyarələri yüksəkliyə qalxdıqda paraşütlə enirdilər və avtonom bu təyyarələr artıq yəni avtonom rejimə keçirdi daha doğrusu bu təyyarələr və bu içərisində hərbi silahlar dolu olurdu. Ya Ermənistan tərəfindən bu vurulurdu, amma vurulmasa belə özü hədəfə çırpılırdı və kamikazə rolunu oynayırdı da bilinir. Düşmən bununla da öz yerlərini müəyyən ələ vermiş olurdu. Düşmən də bunu elə bilirdi ki, bu həqiqi təyyarədir, həqiqi döyüş təyyarəsidir, belə qeydə alırdı, atəşə tuturdu və bu da əslində qalsa onların yerlərinin aşağı çıxarılması üçün yəni qurğu müəyyən rol olmuş olurdu. Sonra bu da Azərbaycanın hansı ki aşağı çıxarılan yerlər Azərbaycanın deməli zərbə, Türkiyənin Bayraktar, İsrail istehsalı olan isə deməli Avropa adlı pilotsuz uçuş aparatının köməyi ilə məhv edildi. Bu aldadıcı taktika ilə düşmən hava hücumundan artıq düşmənin hava hücumundan müdafiə sistemləri elə müharibənin ilk günlərindən məhv edildi. Ağdərə, Kəlbəcər istiqamətində də döyüşlərdən danışaq. Deməli, şimal istiqamətində hücumlar zamanı hərbi bölmələrimiz oktyabrın 3-də Suqovuşanla azad edilir. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və eyni zamanda Cəbrayıl rayonunun bir neçə kəndi ilə bir yerdə azad olunur. Nəticədə Azərbaycanın İran sərhədinin böyük bir hissəsi dövlət nəzarətinə keçir. Axı Cəbrayıl İranla sərhəddir, dövlət nəzarətinə keçmiş olur. Ondan sonra isə Xocavəndin kəndlərində də elə Hadrutqa səbəbəsilə azad etmək üçün imkan yaranmış olur, şərait yaranmış olur. Deməli, Ermənistan Müdafiə Nazirliyi cəbhədəki uğursuzluqlarını güya taktiki geri çəkilmə kimi təqdim edirdi öz mətbuatına.
Və indi danışaq Şuşanın açarı Hadrutdan danışaq. Hadrutun azad edilməsindən. Deməli, Hadrutun azad edilməsi ilə Şuşaya da yol açılmış olur dəfnə qalsa. Oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən tamamilə təmizləndi, azad olundu və Hadrutun azad edilməsində xüsusi təyinatlı qüvvələrin də mühüm rolu olmuşdu. 2020-ci ildə 17 oktyabrda Füzuli deməli Füzulidə azad edilir. 18 oktyabrda Xudaypərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalanmağa başlandı. 20 oktyabırda Zəngilan işğaldan azad olundu və 25 oktyabrda isə Qubadlı işğaldan azad edilir. Növbəti hissəni isə gələndə danışacağam. Bu qədər, sağ olun.